Herkese salam, necəsiz dostlar? Bugün rayonda qaldığımız ikinci gündür və vlog başlatmaq istədim. Rayonda təmizlik vlog olsun. Düzdür, şəhər evləri kimidir, kimisi baxıb bəyənməyə bilər, kimisi gözünü necə deyim, xoş göstərməyə bilər. Amma mən hər zaman qürur duymuşam, hər bir həyatımdan, həyat tərzimdən, hər zaman. Çünki bu evdə mənim uşaqlığım keçib və mənim ailəm hər şey eləyə bilərdi özlərinə. Amma sadəcə övladlarını eləyiblər, övladlarını nəsə eləyiblər və mən o cəhətdən ailəmə oxşamışam, övladlarım üçün hər şey edirəm və edəcəm də. İndi isə rayonda təmizləyib, evlər bugündədir. Bu mənim taxt döşəyimdir. Rayondaydı, istifadə etmirdim, amma artıq qış gəlibdi istifadəsi üçün. Mamam yenidən bu döşəyi yunuzladı, çırpdı elədi, yenidən saldı və aparıb gedəcəm Bakıya. 2 gün istirahət elədim. Sabah əsgər yanına getməliyik. Bir qan düşmədi, yəni qan düşməsi var. Ora gedəcəm, ondan sonra da qayıdıram Bakıya. 2 gün belə mənim üçün yəni bəs elədi. Biraz özümü toparlaya bildim, biraz özümə gəldi. Məcbur getməliyim, yoxsa zaten payız tətili gəldi. Dayanardım, amma amini başlasını çəkməlidirlər deyə qayıdıram. İndi isə vlogumuza başlayaq. Bu 2 günlük vlog olacaq. Sabah and içməni də buraya əlavə edəcəm, sonra paylaşacağım. İnşallah ki, severək izləyəcəyiniz maraqlı bir vlog olar. Hələlik. Deyirəm ki, həqiqətən şaşalı evlər, bahalı evlər və bahalı həyat tərzi, hər şeyin lüks olmağı insana xoşbəxtçilik gətirmir. İnanın ki, bu evdə o qədər xoşbəxt anlarım olub ki, bir saniyəsini belə heç bir milyonu dəyişmərəm.
heç bir şey dəyişmərəm. Yəni mənim düzdür, valideynlərim üçün çətin olub. Fikirləşirəm ki, mənim anam da istəyərdi ki, çox gözəl bir ev olsun, çox gözəl bir şərait olsun. İstəyə bilərdi, çünki o da vaxtı ikən gənc bir xanım olub. Düzdür, hal-hazırda yaşlı deyil. Böyük bir yaşı yoxdur, 48 yaşı var, amma gənclik tam başqa bir şeydir. Təbii ki, onun da xəyalı belə olmayıb və bəzən çox pis oluram. Kaş, yəni, təhsilim olardı, kaş dərslərimi çox yaxşı oxuyardım və təhsilli övlad olub ailəmi bu həyatın içindən çəkib çıxarda bilərdim. Amma hal-hazırda gözümüzə dikdiyimiz bir qardaşım var, təhsili ilə, şükürlər olsun, uğurları ilə başımızı dik tutan. Ümid edirəm ki, gələcəkdə ailəmi çox yaxşı bir hala gətirəcək qardaşım. Allah hər kəsin ailəsini qorusun, içində də mənim ailəm. Yəni, bu otaqda o qədər kövrəlirəm ki, çünki mən bu otaqda çox xoşbəxt həyatım olub. Çox xoşbəxt, düzdür. Bəlkə kimlərin həyatı kimi olmayıb. Bəlkə hər şeyin yenisini geyinməmiş, hər şeyin təzəsi ilk bizim olmayıb, amma o qədər xoşbəxt olmuşuq. Mən babam rəhmətli, Allah ölənlər bizə rəhmət eləsin, anamın atası hər zaman deyirdi ki, anamın atasının 4 yeznəsi var. Və hər zaman deyirdi ki, mənim atamın adı Zahiddir. Zahidin çubuq daxmasını milyona dəyişmərəm. Orada olan xoşbəxtçiliyi heç nəyə dəyişmərəm. O vaxt anlamırdım, amma indi çox yaxşı başa düşürəm. Nəysə, inşallah yaxşı olacaq. İndi buranın tostları anlayıb eləyəcəm. Deyəcəksiniz, bu nədir? Rayon yerində olanlar bilər. Göyərməsin deyə soğan, kartofu evdə quru şəraitdə saxlamaq üçün, padval yoxdur deyə mama belə kravatın altından eləyirlər. Əslən, bu otağı hər saat istifadə olunmur. Normalda bu otaq demək olar ki, hər şey yığılan, yəni sklad kimi düşünür də, belə istifadə eləyirlər. Digər otaqdan istifadə edirlər. Bu arada mama gəlin otaq evləri 2 göz otaq, bir koridor, bir mətbəx. Hamam tualet isə həyətdədir. Ən çox o bir otaqdan istifadə edir. Çünki qardaşım zaten Bakıda təhsil alır, Bakıda oxuyur. Mən Bakıda yaşayıram, bacım ailəlidir. Düz o şəkildədir, amma ailəlidir. Yəni, bu otaqdan ər-arvad istifadə etmirlər də. Biz gələndən gələnə o bir otağı bizə verirlər, özləri keçirlər bu otağa. İstədim ki, rayon vlogu gəlsin, çünki həmişə, hər zaman həsrətində idim. Bəzi blogerlər var, rayon vlogları qoyurlar. Hər zaman dedim, rayona gəlsəydim, mən də vlog çəkərdim. Bu yenə qismət imiş. Və davam eləyə keçirəm. İndi o birisi evləri yığışdıracam, mətbəği yığışdıracam. Bu şəkildə vlog davam eləyəcək. İzləmədə qalın. İndi isə başlayaq mətbəği yığışdırmağa. Mətbəx gündədir. Həmən buraları təmizləyəcəm, yığışdıracam. Sonra keçəcəm o bir otağı yığışdırmağa. Mətbəği nəyə görə birinci təmizləyirəm? Çünki ateşdən gələcək. Çay içməyə yer olsun. Və burada səs-küy olduğuna görə, çünki həmin paltarları yuyurdum, maşın köçdürdü və səsdən içini başa düşürmürdü deyə istədim səsləndirməyi üstən edim. Bura bizim mətbəximizdir, Mamagilin rayonda. Və başladım buraları təmizləməyə. Deyəcəksiniz, niyə bu gündə idi? İnanın ki, dünənlərim Aminə görə qonaqlarımız var idi, başım qarışıq oldu. Çünki Amini sizlər qədər ətrafımızda da sevənlər çoxdur. Gəlmişdilər, sağ olsun, xətirlər əziz olsun. Bacım gildə gəlmişdi falan, belə yedik, içdik və yorğunçuluq o qədər çoxdur, inan ki, mənim hələ də yorğunçuluğum davam eləyir. Yəni, mən aylarla yatsam, bəlkə də yorğunçuluq canımdan çıxmaz. Ona görə dedim ki, təmizlik qalsın, səhər eləyərəm. Mama səhər tezdən durdu. Badımcan dolması bişirdi. Sizdə bəlkə də 3 bacı deyirlər, amma bizdə onunla da badımcan dolması gedir. Səhər tezdən bişirdi və işə getdi. Bu arada bunu da bildirmək istəyirəm ki, mamam xəstəxanada işləyir. Rayonda sanitarka, xəstəxanada sanitarkalıq eləyir. Atam səfəhlədir, gündəlik belə metal yığırlar. Belə kiçik bir ailəm var. Bəziləri deyirdi ki, əslən vlogu çəkmə səbəbim də bunlardan biri. Bəziləri deyir ki, niyə ailən dəstək olmur, niyə belə olmur, belə olmur. İnanın ki, ailəm bizə tökdüyü dəstəklərin sayəsində bu evləri, yəni necə deyim, çox gözəl bir şəraitə gətirə bilərdi. Amma mənim ailəmin hər zaman önəmli, bizim can sağlığımız, bizim xoşbəxtçiliyimiz, uşaqlıqda tamı-tamına yaşada bilmədikləri o mükəmməl həyatı bizə
bu yaşımızda yaşadılar. Nəyə ehtiyacımız varsa heç biz demədən bacım, qardaşım mən alıb gətirirlər, verirlər. Və qardaşım oğlan uşağıdır, o təhsil alır. Şükürlər olsun təhsilində və istedadında çox irəlidədir, çox yaxşı yerlərdədir hal-hazırda. Və ona da qürur duyuram. Bu arada bunu da demək istəyirəm. İnşallah vloquma baxırsansa səni çox sevirəm. İnşallah ata ilə mamanın başına hər daim uca tutarsan. Çünki biz sənə ümidik, sənə ümidlərimizi bağlamışıq. Çünki nə bacın, nə mən təhsil almamışıq. Bu təbii ki ailəmizin günahı deyil. Təhsil almamağımız bu bizim əslində tənbəllik deyək. Tənbəlliyimizdən irəli gələn bir şeydir. Amma ki sən çox savadlısan və iləride ailəmizi çox yaxşı bir yerə gətirəcəyinə adım kimi əminəm. Öz ailəni, mamanı, papanı yəni çox yaxşı yerlərə gətirəcəksən. Və bunu deyim ki, sözüm yarımçıq qaldı. Mama, ata, hal-hazırda qardaşım təhsil alır, konservatoriya oxuyur və istedadlı bir uşaqdır. Onun videolarını burada paylaşa bilmirəm. Təəssüf ki, çünki oxuduğum məktəbdə belə bir şeylərə icazə yoxdur. Amma bir zaman o məktəbi bitirdiyində inşallah ki, rahat şəkildə paylaşacağam. Onda siz də tanıyacaqsınız qardaşımı. Və onun təhsili Bakıda, onun oxuma şəraiti, yəni kirayədə qalır. Biz şəhərdən bilirsiniz ki, evimizi satdıq, uzağa gəldik, şəhərdən biraz uzaqlaşdıq Bakıda. Ona görə qardaşım yanımda qalmır. Əvvəl yanımda saxlayırdım və dərslərinə çatdır olması, eləməsi, dərslərin çıxma saatı falan gec olduğuna görə qardaşıma ev tutdular kirayə. Onun kirayəsini ödəmək, bir tələbə ailəsi olanlar, əlbəttə ki, həyatınızda tələbə olan bəzi insanlar var. Onun yeməyi, produktu, hər şeyini almaq bir ailənin borcuna düşür. Mən həm qardaşıma, anam, atam, həm qardaşıma, həm mənə, həm bacıma da əyər çatdırır. Yəni dəfələrlə olub mama işi qoyub, icazə alıb öz maaşından kəssinlər, razı olub gəlib mənə baxıb, köməkliyi göstərib. Yəni Amin 13 əməliyyatı boş yerdən olmayıb da, hamısına köməkliyi dəyib anamın. Ona görə də bir fikir bildirəndə inanın ki, biz sizin düşündüklərinizi hamısını etmişik, hamısını bir valideyn olaraq etmişik. Burada da qabları yuyuram, təmizləyirəm. İnanın ki, mənim öz evimdən çox, şəxsi evimdən çox burada rahat oluram. Bilmirəm niyə, təbiətimə xoşuma gəlir, təmiz havasıma xoşuma gəlir. Böyük bir geniş həyatımız var. Xoşum gəlir təbiət qoynunda olmaq. O qədər istəyirəm ki, yayda gələ bilmirəm. Çünki yayda mənim istək davamlılığım yoxdur. Təəssüf ki, oynaq xəstəsi olduğuma görə. Yəni yayda mən buralara hərlənə bilmirəm. Ancaq qışda gəlirəm. Və hal-hazırda da o qədər gözəl hava var ki, və burada qabları yudum, təmizlədiyim evləri yığışdırdım, tərtəmiz olanları da paylaşmışam. Evləri tam şəkildə yığışdırdım, onları çəkmədim ki, sıxılarsınız birdən. Ona görə burada onu da bildirim ki, sabah bugün ayın 8-i Zəfər günüdür. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah kömək olsun, veteranlarımıza Allah kömək olsun. Əskərlərimizə Allah qorusun. Bugün Zəfər günüdür və sabah əmim oğlunun pirsiyaqasıdır, and içməsi olacaq. Bizi də dəvət eləyib, çox sağ olsun, xətrəz olsun. Getmək istədik, Kəzir rayona gəlmişik, buradan gedək Gəncədə xidmət eləyir hal-hazırda. Böyük yol olmayıb, böyük yol olandan sonra hara düşəcək bilmirəm. Amma harda olur olsun, Allahın nəzəri daim üzərində olsun inşallah. Gedəcək olanları bu vloqa yerləşdirmək istəmədim və onları adliyini çəkəcəm. Yəni sabah birisi gün böyük ehtimal montajını eləyərəm. Birisi gün də bir vloqumuz olacaq. Bu arada dostlar, xahiş edirəm hər birinizdən kanalımıza abunəsiz bilirəm. Günü-günə ailəmiz böyüyür. Siz bizim ailədən bir insan kimi olmusunuz. İnanın ki, sizlərlə səmimi söhbətim, diyaloqum mənə o qədər rahatlıdır ki, yəni mənim motivasiyadır. Videolara baxdıqda bəyənməyi, fikir bildirməyi və videoları ən önəmlisi xahiş edirəm hər birinizdən sonuna kimi izləməyi unutmayın. Shorts videolarımızı ən çox da. Çünki bilirsiniz ki, səhifəmin qaldırma səbəbi var və mən bu baxış sayını topladıqdan sonra istədiyim yerlərə gəlib çıxacağam və bu sizlərin sayəsində olacaq inşallah. Təbii ki, belə şaşalı bir həyat paylaşmıram. Yenə deyirəm, bəziləri vlogu bəyənmir, sıxılırlar. Və yorumlarda da oxuyuram, yazan izləyicilər var ki, buna deyək çəkməsən olardı. Yenə deyirəm, izləmək məcburiyyətində deyilsiniz. Sevmirsinizə baxmaya bilərsiniz. Bu sizin seçiminizdir, bu sizin qərarınızdır, hörmətlə yanaşın.
Və vlog çəkdiyimdə, paylaşdığımda o gün bir yorum oxudum. İstədim onu burada səsləndirməsini eləyim, cavab verim həmin şəxsə. Səadət səhifəsindən soyadını xatırlamıram, bir xanım yorum bildirib, deyib ki, mənim də övladım hidrosefaliyadır. Bu arada Allah bala və şəfa versin, bunu da deyim. Mənim övladım da hidrosefaliyadır. İnan başımı qaşımağa vaxt olmur, amma siz ancaq YouTube'da video çəkirsiniz. Sadəcə bu cavab vermək istəyirəm ki, əgər siz o videonu izləmirsinizsə, sona kimi baxıb bu cavabı yazmışsınızsa, deməli sizin də boş zamanınız var. Sadəcə dəyərləndirmə fərqiniz var. Siz o videoya baxaraq boş zamanı dəyərləndirirsiniz. Mən də o videonu çəkərək boş zamanımı dəyərləndirirəm. Çünki mənim bir məqsədim var. Ailəmə dəstək olmalıyam və sevənlərim, bizi izləyən ailəmiz bizdən video gözləyir, maraqlı paylaşımlar gözləyir. Onlara xoşdur təbii həyatdan. Çünki hər kəsin həyatı imkanlar daxilində deyil. Hər kəsin həyatı hər gün necə deyim, bir restoranda oturub yemək, içməkdən ibarət deyil. Bir necə deyim, gəzintidən ibarət deyil. Real həyat da var, real insanlar da var, orta təbəqə insanlar da var, ən aşağı təbəqə insanlar da var, lüks təbəqə, hər kəs hörmətlə yanaşır. Amma mənim həyat tərzim orta təbəqə insanlar kimidir və mən təbii, əvvəlcədən də demişdim, ilk vlogumda da var ki, mən real həyatda nə edirəmsə onu edəcəm. Bir xəstə övladım var, 2 sağlam övladım var və çox xoşbəxt bir ailəm var. Övladıma görə, Aminə görə, heç yerə gəzə bilmədiyimə görə, çıxa bilmədiyimə görə ona həsr elədiyim həyatı gündəlik vlog şəklində çəkib insanlarla paylaşıram. Sevənlər də olur, təbii ki, hörmətlə yanaşıram. Sevməyənlər də olur, amma sevməmsinizsə məcbur deyilsiniz ki, siz orada yorum yazasınız. Yazmaya da bilərsiniz, fikir də bildirməyə bilərsiniz. Baxmasanız, yəni yetərlidir, mən elə düşünürəm. Və bizi dəstək olan izləyicilər, canlıda, Aminə dəstək olan hər bir kəs. Yəni, Allah hər birinizdən razı olsun. Mən həqiqətən ümidimi heç bir zaman itirməmişdim, itirmirdim və sizlərin sayəsində biraz da ümidləndim. Düşündüm ki, həqiqətən Amin bu səfər də uğurlu keçəcək hər şeyi, o cihaz uğurla yerləşdiriləcək başına. Sizlərin sayəsində, xeyirxah insanların sayəsində hər birinizə təşəkkür edirəm. Tanıdığım, tanımadığım, inanın ki, tanımadığım o qədər insan var ki, onların 5-ini, 3-ünü tanıyıram, 5-3-ünə əlaqəm var. Digərləri belə sadəcə izləyici olaraq mənə dəstək olanlardır. Allah hər birinizdən razı olsun. Sizə sadəcə duaçı olaram. Təşəkkür edirəm hər birinizə. Və burada hələ işlərim bitmir. Deyəcəksiniz ki, ancaq qab yummusanmı? Qab yummamışam, amma evin ən tikli alanı kuxna olub burada. Mən yığışdırdım, təmizlədim. Bir göstərəcəm. Hər girdim, hamam elədim, duş elədim. Çox istəyinə sizi yormaq istəmədim. Kuxnanı belə təmizlədim, yığışdırdım. Burada yerdə yuras paltarlar var, onları maşınkaya atacağım. Gəldik bura, sakit. Buraları da belə təmizlədim. Siz buranı görməmişsiniz. Əvvəlki formasında isə bura biraz təmiz idi. O bir evlərə nisbətən təmizlədim. Gəldik bura. Bu evdə belə yığışdırdım, təmizlədim. Burada baxın, görün kim var. Burada da Amin yatır. Həqiqətən motivasiya kimi oldu mənə, inanın ki. Yəni rayona gəlmək çox yaxşı gəldi mənə. Burada da bu ev belə yığışdırdım, süpürdüm yerini zadı. Döşək rayondan gedəcək Bakıya. İnşallah ki bəyənərsiniz, izləyəcəyiniz, sevərək izləyəcəyiniz bir vloglar. Düşünürdüm ki 2 vlog birləşdirim, amma fikirləşdim ki digər vlog çox gözəl bir vlog olacaq. Onu bu vloga əlavə etməyim, təmizlik vlogu olmasın. Ona görə də hələlik özünüzdə müğayyət olun. İnşallah ki yaxşı olarsınız, inşallah ki sevərək izləyəcəyiniz bir səhifə olar. Hələlik.